Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Sizə belə maraqlı sualla gəlmişəm. Sualda deyir ki, bizə 30 Newton dartı qüvvəsinin təsiri ilə 2 kiloqram kütləli cisim kütləmizdə verilib, zamanla asılı qrafik verilmişdi. Deyir ki, ilk 2 saniyə ərzində sürtünmə qüvvəsinin işini tapmaq lazımdır. Düzdür? İlk 2 saniyə ərzində. Uşaqlar ilk 2 saniyəyə baxaq, yəni bura baxaq. Necə hərəkət edib 2 saniyə ərzində? Bura baxın. Necə hərəkət edib bu hissə? Bilirəm ki, yavaşlayan. Yavaşlayan olduğu üçün, cisim yavaşlayan hərəkət elədiyi üçün sürtünmə qüvvəsi, deyirik, dartı qüvvəsi nə olub uşaqlar? Böyük olub. Bunun üçün mən Newtonun ikinci qanunu yaza bilərəm. F sürtünmə çıxılsın F dartı bərabər nəyə? M-aya. Müəllim, sürtünmə qüvvəsi yoxdur, dartı qüvvəsi var, kütlə var, amma təcili də yoxdur. Təcili tapmaq üçün, təcili tapmaq üçün bu yola nə deyirdik biz? Tormoz yolu. Bu da zaman verilib, düzdür? S tormoz bərabər nəyə? A T kvadrat bölü 2. İndi məsafəmiz 4-dür. Təcili bilmirəm. T'nin kvadratı 4 böl 2. Yəqin ki, bu da eləyər. Təcilin olacaq nə? 1. Düzdür? Təcil tapdım 1. Problemli şəkildə təcil tapdıq. İndi uşaqlar, yox, təcil eləyəcək üzr istəyirəm 2. 1 yox, 2 eləyir. Təcil oldu 2. İndi təcil tapmışıq, yazaq yerinə. Sürtünmə qüvvəsini bilmirəm. Dartı qüvvəsi 30-dur. Kütləm 2, vurdım təcil də 2 oldu nə? 4. İndi sürtünmə qüvvəsini tapdım nə? 34. Sürtünmə qüvvəsini tapandan sonra sürtünmə qüvvəsinin işini tapa bilərəm. Sürtünmə qüvvəsinin işinin düsturı bərabərdir. F mənfisi ilə özə. Çünki sürtünmə qüvvəsi hər zaman mənfidir. Mənfi F sürtünmə vurulsun S. Əla. Sürtünmə qüvvəm 34'tü. Mənfisi ilə. Neçə metr yolda? 4 metr. Vurulsun 4'e. Bu da eləyir mənfi 136 joule. Bu qədər sadə uşaqlar. Maksimum dərəcədə qısa eləməyə çalışdım. Sağ olun, salamat qalın.